Bilmirəm, şiə olum, yoxsa sünni olum. Burada bilməməyə nə var ki? Sən bax gör, hansı səni Allaha çağırır. Mənim səni dəvət etmiş olduğum şey Ömərə deyil, Həsənə deyil, Abu Bakra deyil. Mən səni Allah və Rasuluna dəvət edirəm. Mənim səni çağırmış olduğum şey qəbirlər deyil. Demirəm, gəl get Ömərin qəbrindən istə. Deyil demək, bu bizim etiqadımıza görə Allaha şərik qoşmaqdır. Mənim səni çağırmış olduğum şey sadəcə və sadəcə Allaha qulluq etməkdir. İndi seçim eləmək çox çətindir. Necə seçmirsən ki, hansı biri haqdır? Baxırsan ki, bir toplum səni dəvət etmiş olduğu şey qəbirlər, daşlar, ölülər. Bir toplum isə deyir ki, qardaş, Allahdan başqasından istəmə. Yəni dəvət etmiş olduğum şey çətin bir şey deyil ki, səni yönləndirmiş olduğum şey sadəcə və sadəcə aləmlərin Rəbbi olan Allahdır. Bırax bütün sözləri deyirəm. Dön Allaha və Rasuluna. Gör Allah və Rasulu nə deyir? Səni dəvət etdiyimiz şey sadəcə Allah və Rasuludur. Başqa da səni çağırmış olduğumuz şey yoxdur.